Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı Elnurun bostanda əkdiyi tumluq xiyarı dərərək yeyib. Maraqlı anlar izləyicilərin diqqətini çəkib və canlı yayımda səmimi söhbətlər yaşanıb. Görüntülər qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. Bu cənnət almamda bu cır gətirib. Bu qırılmışdı. Bunu bağladıq iplə. Bitdi. Reyhanlarıma bas, günorta müştərilər salatlıq elədilər özləri üçün. Bacı gəlib yeyirlər. Müştərilər elə dərib aparırlar. Halal xoşlar olsun. Elə bir babaların bostanıdır. Ay bala, bu mənim ərim əkib. Bunun qoca canavar bəsləyir arvadından ötürü. Pomidorlara bax. Yaşıl pomidordan ötürü ölürəm. Duzlayıb bax elə yaşıl-yaşıl yeyirəm. Hə, Nur əkib. Qurana and olsun, oturub əkib. Oturub əkib. Gök-götü əkib. Üzr istəyirəm ha ifadəmə görə. Biraz pis çıxır. Amma ərim əkib. Nə olub ki? Mənim ərimə nə olub ki bəyəm? İşli güclü oğlandı. Buna bax. Göynə qız, bunu tumluq saxlayayım bəlkə. Elnur! Burada bir dənə xiyar var. Onu dərim yoxsa tumluq saxlayayım. Ay Allah. Charlie, nədir qızım? Aa. Yiyirsən verim sənə bibi qurban. Gedim. Sizin dilinizdə ərimdir də, ərim, ər ağacından. Hə. Bir dənə söz dedim, münasibləşmə. Siz kapat.